Uşağın hər istədiyini ona almalıyıqmı? Belə ki, uşağın istədiyi əgər onun tələbatına uyğundursa və istədiyi şey onun həm fiziksel sağlamlığı üçün, həm mental ruh sağlamlığı üçün zərərli deyilsə, təbii ki, istədiyi hər şeyi ona ala bilərik. Çünki onların xoşbəxtliyi bizim də xoşbəxtliyimizdir. Lakin dəyərli valideyn, bu nüansı qətiyyən unutmaq olmaz. Uşağın istədiyi şey ona zərərlidirsə, uşaq istəyir deyə o zərərli şeyi ona almaq qətiyyən olmaz. Çünki siz əgər zərərli şeyi ona alarsanız, onun iradəsinin zəif olmasına zəmin yaradarsınız. Uşaq artıq nəyin zərər, nəyin yarar, fayda olduğunu ayırd edib seçə bilməz. Halbuki biz ona zərərli olan şeyin bu sənin üçün zərərlidir və bunu etməməliyik deyə öyrətsək və bunun qarşısında biz özümüz birinci növbədə iradəli olsaq, yəni uşaq istəyir, ağlayır deyə bunu ona almasaq, uşaq da buna öyrənəcək və gələcəkdə piştaxta arxasındakı siqareti almayacaq ki, bu ona zərərlidir. Amma bugün zərərli olsa belə, eyb yox, zərərli idi, amma yenə də bunu mənim valideynim alırdı deyə böyüsə, gələcəkdə nəyin zərərli, nəyin yararlı olduğunu ayırd etməz və beləliklə uşaqda zərərli vərdişlərin formalaşmasına zəmin yaranar. Bugün bizim iradə göstərərək uşağa etmək olmazları öyrətməsək, gələcəkdə təbii ki, o da bunu öyrənməyəcək. Odur ki, dəyərli valideyn uşağa həm fiziki sağlamlığı, həm ruh sağlamlığı ziyan etməyəcək hər şeyi o istədiyi üçün edə bilərsiniz, amma zərərli olanları qətiyyən deyil.